Krallığımın ətrafında dolaşarkən. Düzəltdiyim bu yeni qayıq mənim niyyətlərimə çatmaq üçün münasib deyildi. O birinci qayıqdan çox-çox kiçik idi. Qarşıdakı ada ilə mənim aramdakı dəniz məsafəsi 40 milə yaxın idi. Buna görə də mən bu xəyaldan əl çəkib adanın bütün sahillərini gəzməyə qərar aldım. Əvvəlcə qayığa bir dor ağacı və yelkən düzəltdim. Yola çıxarkən götürəcəyim ərzağı, gülləni və başqa şeylərimi yığışdırdım. Dor ağacına bir çətir də bağladım. Nəhayət, noyabrın 6-sında adada olduğum müddətin 6-cı ilində padşahı olduğum adanı gəzib görmək üçün səyahətə çıxdım. Mən adanın şərq sahilinə yaxınlaşanda dənizə tərəf uzanan qayalar silsiləsini gördüm. Bu silsilə dənizə tərəf 6 mil uzanırdı. Qurtaracağında isə böyük qumluq yer görünürdü. Bu əyrini keçmək üçün dənizdə böyük dövrə vurmaq lazım gəlirdi. Bu qayaları görəndə fikrimdən daşınıb geri qayıtmaq istədim. Bu fikirlə də lövbər saldım. Tüfəngimi götürüb sahilə çıxdım. Hündür bir təpənin başına çıxıb dənizi seyr etməyə başladım. Adanın şərq sahili boyu güclü bir dəniz axınının qayalığa gedib çatdığını gördüm. Diqqətlə kəşfiyyat apardıqda bir qədər uzaqda daha bir axın gördüm. Sahilin qabaq tərəfində bu iki axın birləşərək daha da güclənir və dənizin içlərinə doğru gedirdi. Bu dəniz axınlarının çox təhlükəli olduğunu bilirdim. Mən 2 gün lövbəri qaldırmadım. Çünki şiddətli külək əsirdi. Gecə külək yatdı və mən yola çıxmağı qət etdim. Lakin bu zaman mənim başıma gələn əhvalat ehtiyatsız dənizçilər üçün dərs ola bilər. Sahildən yenicə aralanmışdım ki, birdən-birə dənizin dərin bir yerinə çıxdım. Ardınca da dəniz axınının qüvvətli cərəyanına düşdüm. Mən həyatdan əlimi üzmüşdüm. Bilirdim ki, bu axın adanın o biri tərəfindən gələn axınla birləşəcək. Ona görə də əgər indi axından çıxa bilməsəm, həmişəlik məhv olacam. Heç dalğalar da olmasa, məni açıq dənizdə aclıq məhv edəcəkdi. Mən əllərimi adaya tərəf uzadıb yalvarırdım. Yaşadığım boş və kimsəsiz ada indi mənə cənnət kimi görünürdü. Qayığımın dənizin içinə doğru 6 mil uzaqlaşdığını görəndə nə qədər dəhşətə gəldiyimi sözlə ifadə edə bilmərəm. Lakin mən bir an dayanmır, hey avar çəkirdim. Qayığı şimala o biri axına tərəf döndərməyə çalışırdım. Birdən cənub-şərq tərəfdən mənim bir qədər külək əsməyə başladı. Bu məni bir qədər ürəkləndirdi. Külək getdikcə güclənirdi. Mənim nə qədər sevindiyimi özünüz təsəvvür edin. Bəxtimdən günəşli bir gün idi. Mən dor ağacını taxıb yelkəni qaldıraraq qayığı şimala tərəf yönəltdim. Qayığım dönüb axına qarşı külək istiqamətində yenicə getməyə başlamışdı ki, mən dənizdə suyun xeyli durulduğunu gördüm. Deməli, axın hansı səbəbdənsə zəifləməyə başlamışdı. Biraz sonra şərq tərəfdə dənizdə qayalar gördüm. Bu qayalar axını 2 qola ayırırdı. Bunlardan biri ən güclüsü cənuba tərəf axıb gedir, digəri isə qayalara dəyib geri qayıdaraq şimal-şərqə doğru axırdı. Mənim bu kəşfimdən duyduğum hədsiz sevinci yalnız dar ağacı altında əfv edilən insan başa düşə bilər. Bu axınla 3 milə qədər irəliləyəndən sonra gördüm ki, axın zəifləyir və qayığı aparmağa gücü çatmayacaq. Səmt küləyindən istifadə edib yavaş da olsa adaya tərəf irəlilədim. Ayaqlarım torpağa dəyəndə diz çöküb Allaha dua etdim və qayıqla adadan xilas olmaq planından tamamilə əl çəkdim. Gəmimi saxlamaq və lazım olanda istifadə etmək üçün bir körfəz axtarırdım. Nəhayət, sahilin içinə tərəf uzanan və kiçik bir çayla birləşən əla bir körfəz tapdım. Bu körfəz sanki mənim üçün hazırlanmış bir liman idi. Qayığı sahildəki qayaya bağladım. Özüm isə mənzilimə tərəf yönəldim. Axşam tərəfi meşədəki yaylağıma gəlib çıxdım. Çəpərdən aşıb kölgədə yuxladım.
Lakin biraz sonra kiminsə səsi məni yuxudan oyatdı. Bu səs məni bir neçə dəfə öz adımla çağırdı. Robin, Robin, Robinson Crusoe. Zavallı Robinson Crusoe. Sən haradasan? Robinson Crusoe, sən haradasan? Haradaydın? Çox yorulduğumdan elə bərk yatmışdım ki, ayıla bilmirdim. Mənə elə gəlirdi ki, səsi yuxuda eşidirəm. Lakin bu səs bir də Robin Crusoe, Robin Crusoe deyə təkrar edəndə mən ayıldım. Əvvəlcə bərk qorxdum, amma başımı qaldırıb yuxarı baxanda öz tutquşumu gördüm. Bu sözləri mən ona öyrətmişdim. O da əla əzbərləmişdi. Yenə də xeyli müddət özümə gələ bilmədim. Anlaya bilmirdim ki, tutquşu yaylağıma necə uçub gəlmişdir. Mehriban quş uçub barmağımın üstünə qondu. Məni gördüyü üçün çox sevinir, öyrətdiyim sözləri dönə-dönə təkrar edirdi. Mən uzun müddət bir daha dənizə çıxmadım. Və məruz qaldığım təhlükələr haqqında günlərlə düşündüm. Ustalıqlarımı artırıram. Yaşayış şəraitimin tələb etdiyi hər cür sənət və əl işlərində, xüsusilə dülgərlik, dulusçuluq işlərində əməlli başlı ustalaşmışdım. Əvvəllər kobud və biçimsiz saxsı qablar qayırdığım halda indi əlimdən yaraşıqlı və düzgün formalı qablar çıxırdı. Tütün trubkasını düzəltməyin qaydasını kəşf etdikdə isə sevincimin həddi-hüdudu yox idi. Səbət toxumaqda da böyük nailiyyətlər qazanmışdım. İndi mən keçi ovlayanda onu ağızdan asıb dərisini soyur, şaqqalayıb səbətə qoyaraq evə gətirirdim. Dəniz bağasını da eyni cür sındırıb doğrayır, yumurtalarını dərin bir səbətə yığıb evdə saxlayırdım. Bu arada barıtım azalmağa başlamışdı və mən vəhşi keçiləri diri-diri tutmaq üçün bir vasitə haqqında düşünməyə başladım. Yanında balası olan südlü bir keçi tutmaq istəyirdim. Bunun üçün əvvəlcə tələlər qurmağa başladım. Amma bunun faydası olmadı. Çünki tələni köhnə iplərdən düzəltdiyimdən keçilər onu asanlıqla qırıb qaça bilirdilər. Belə olduqda mən canavar quyusundan istifadə etməyə qərar aldım. Keçilərin ən çox olduqları yerdə 3 dərin çuxur qazdım. Onların üstünü özüm hördüyüm torla örtdüm və üstünə düyü və arpa sümbülləri tökdüm. Bir gün gəldim ki, çuxurların birində bir böyük qoca keçi, digərində isə 3 oğlaq var. Qoca keçini buraxdım. Çünki o qədər vəhşi və hirsli idi ki, onu diri aparmaq mümkün değildi. Mən hələ o zaman bilmirdim ki, aslanı da aç saxlasan quzuya dönər. Əgər mən bu keçini 3-4 gün aç saxlayıb, sonra ona su və yem gətirsəydim, oğlaqlardan tez əhilləşərdi. Keçi ümumiyyətlə çox ağıllı və itaətkar heyvandır. Amma bütün bunları mən o zaman bilmirdim. Oğlaqları çukurdan çıxarıb bir-birinə bağladım və güc-bəla ilə evə gətirdim. Uzun müddət onları yeməyə məcbur edə bilmədim. Sonra onların qabağına biraz sümbül töküb elə öyrətdim. İndi mən bunları vəhşi keçilərdən ayrı saxlamalıydım. Bunun üçün möhkəm bir ağıl düzəltməliydim. Ləngimədən ağıl üçün əlverişli yer axtarmağa başladım. Elə bir yer ki, otu və suyu olmalı, günəşdən də qorunmalı idi. Tezliklə belə bir çəmənlik tapıldı. Belə çəmənliklərə sulu tala deyirlər. Onun 2-3 yerindən dupduru su axırdı. Bir tərəfində isə kölgəli pöhrəlik var idi. Ağıllı əvvəl düşündüyüm kimi çox böyük deyil, sürüm otlaya biləcək böyüklükdə çəpərlədim. Bu işə 3 ay vaxtım getdi. İl yarımdan sonra keçilərimin sayı 12-yə çatdı. Daha 2 il sonra onların sayı 43 baş idi. İndi mənim nəinki keçi ətindən, heç südündən də korluğum yox idi. Zənnimcə ən qaraqabaq adam belə məni öz ailəmlə birlikdə yemək stolunun arxasında nahar etdiyim yerdə görsəydi, gülməkdən özünü saxlaya bilməzdi. Stolun başında mən özüm əyləşirdim. Çünki mən bu adanın kralı idim.
Mən öz əyanlarımla bir kral dəbdəbəsi ilə nahar etdirdim. Yalnız tutuquşumun mənimlə danışmaq ixtiyarı var idi. Artıq qocalmış, özünə tay tapıb nəslini artıra bilməyən itim həmişə mənim sağ tərəfimdə, iki pişiyimdən biri stolun bir tərəfində, digəri isə o biri tərəfində oturaraq gözlərini mənə zilləyir və xüsusi mərhəmət əlaməti olaraq tikələrin onlara verilməsini gözləyirdilər. Qayıqla dəniz səyahəti nə qədər təhlükəli olsa da, bu istəyi heç cür başımdan çıxara bilmirdim. Həmişə kiçik dəniz gəzintisi arzusunda idim. Amma bir məsələ vardı ki, qayığım adanın o biri başında qalmışdı. Onu yaşadığım tərəfə gətirmək barədə çox düşünürdüm. Nəhayət özümü saxlaya bilməyib yola düşdüm. Bu dəfə mən oraya sahil boyu piyada getdim. Bizim İngiltərədə hər kəs mənim əynimdəki paltarları geyinib küçəyə çıxsaydı, görənlər ya qorxub qaçar, ya da gülməkdən ölərdilər. Mən öz paltarlarımı və görkəmimi bir balaca təsvir edim. Başımda keçi dərisindən tikilmiş və saçaqları kürəyimə düşən biçimsiz bir şiş papaq var idi. Papağın kürəyimə qədər uzanan dal tərəfi boynumu günəşdən və yağışdan qoruyurdu. Əynimdə yenə də keçi dərisindən tikilmiş uzun bir arxalıq və şalvar var idi. Corabım və ayaqqabım yerli dibli yox idi. Bunların əvəzinə də bilmirəm necə adlandırım, yan tərəfdən açılıb bağlanan uzunboğaz çəkməyə oxşar bir şey düzəltmişdim. Arxalığımın üstündən keçi dərisindən enli bir qurşaq bağlayırdım. Qurşağın yan tərəfində mişar və baltanı böğrümdən asmaq üçün 2 həlqə düzəltmişdim. Çiynimdən də bir qayış keçirmişdim. Bu qayışa sol tərəfimə düşən 2 cib tikmişdim. Bunlardan birinə barıt, o birinə isə qırma tökürdüm. Dalımda həmişə zənbil olurdu. Tüfəngi çiynimə salırdım. Dəridən qayırdığım çətir isə həmişə başımın üstündə olurdu. Əvvəllər saqqalımı yarım arşına qədər uzatmışdım. Amma yanımda qayçı və ülgüc çox olduğundan sonralar saqqalımı qırxıb qaydaya saldım. Yalnız bığlara dəymədim. Bığlarım türklərdə gördüyüm müsəlman bığları kimi çox uzun idi. İngiltərədə balaca uşaqlar mənim bığlarımı görsəydilər qorxardılar. Amma görkəmin bu adada heç bir fərqi yox idi. Mən təsvir etdiyim bu görkəmdə səyahətə getdim. Bu səyahətim 5-6 gün çəkdi. Əvvəlcə mən təpəyə qalxıb ətrafı gözdən keçirməyə başladım. Qayıqla hərlənib keçdiyim qayalar silsiləsində və onun ətrafında dənizin tamamilə sakit olması məni çox təəccübləndirdi. Mən başa düşdüm ki, dənizdəki axının səbəbi qərb tərəfdən gələn qabarmadır. Bu qabarmadan əmələ gələn su axını dənizə tökülən böyük bir çay axını ilə birləşir, özü də gah qərb, gah da şimal tərəfdən əsən küləyin istiqamətindən asılı olaraq gah sahilə yaxınlaşır, gah da uzaqlaşırdı. İndi mən qayığı yaşadığım tərəfə keçirmək üçün axının sahildən uzaqlaşdığı vaxtı düzgün təyin etməliydim. Amma əvvəl düşdüyüm təhlükəni gözümün qabağına gətirəndə bu plandan əl çəkdim. Çox zəhmət tələb etsə də yeni qayıq düzəltmək qərarına gəldim. Mən öz həyatımı və istirahətimi yaxşılaşdırmaq üçün lazım olan hər bir işi görür, tənbəllik etmirdim. Meşədəki yaylağım mənim əsas evimlə adanın o biri başı arasındakı yolun tən ortasında idi. Mən qayığa baxmaq üçün tez-tez o biri sahilə gedirdim. Qayığımı həmişə hazır vəziyyətdə saxlamağa çalışırdım. Bəzən gəzintiyə də çıxırdım. Dənizdə baş verə biləcək təsadüfi hadisələr məni qorxutduğundan sahildən çox da uzaqlaşmırdım. Son.